Hər gün, bunu Rəsulullah tövsiyə edir Peyğəmbərimiz, hər gün 100 dəfə bunu dinə. Nədir o? La ilahe illallah, vahdehu la şərikələ. Yəni, Allahdan başqa ibadə haqq məbud yoxdur. Vahdehu la şərikələ. O təkdir, onun şəriki yoxdur. Ləhul mulk, mülk onundur. Və ləhul həmd, həmd onadır. Və huvə alə kulli şeyin qadir. O hər şeyə qadirdir. Çoxları bunu bilir. Buyurur Peyğəmbərimiz, kim 100 dəfə deyərsə səhər, axşama qədər qorunar. Nədən qorunar? Birinci, şeytandan qorunar. Bir stəkan su. 7 dəfə Fatihə surəsini oxu. Yəni, ağzına yaxınlaşır Fatihə surəsini. Hər kəs bilir. 7 dəfə Fatihə surəsini oxu. 3 dəfə İxlas surəsi. 3 dəfə Fələq surəsi. 3 dəfə Nəs surəsi. Yəni, Qul əvzu bi Rəbbin Nəs, Qul əvzu bi Rəbbil Fələq. Çoxları bunu bilir. Gündə 3 dəfə suyu iç. Amma bunu bir həftə davam et. Bu təcrübə olunub. Bir nəfər bugün oxudum. Deyir ki, Rəbbim mənə şəfa verdi. Bədənimdə elə bir ağrılar var idi deyir. Yəni, ağrılardan xilas ola bilmirdi. Getmədiyimdə yer qalmamışdı.